əziz izləyicilər. Hər birinizi kanalımızda xoş gördük. Bu mənim ilk videomdur. Çalışacağam çoxlu şahmat videoları çəkim. Həm dərslər, həm də oyunlar. Başlayaq. Oyuna sıfırdan başlayıram. Yəni yeni chess.com hesabıdır və ilk oyunum olacaq bu. Gəlin istəsəz 3 dəqiqə, üstəgəl 2 saniyə artırma ilə oynayaq. Yəni Blitz növündə. Başlayaq. Play fair, yəni ədalətli oyun qaydaları. Razıyıq təbii ki də. Hər şahmatçının razı olmalı olduğu kimi. Bizim üçün rəqib axtarılır hal-hazırda. İlk oyundur. Bu reyting oyunu olacaq. Başlayaq düzgün açılışla. E4 klasik. At F3. İspan. Davam edək. İspan. Okey. Bizə D6 oynanıldı. Mən bu piyadanı buraxacağım. Piyadanı vururam. Hazırda atla vurduğum zaman piyada ilə vurur və mən topla vurub piyadanı götürürəm. Bu xüsusda filləri də dəyişə bilərəm. Filləri dəyişdikdə atla qoruyacağı üçün birinci atı vurmağı seçirəm. Qoy məcbur olsun piyada ilə vursun. Topumuz önə çıxacaq bu halda. İndi mən birinci olaraq bu piyadanı götürürəm. Və ardınca bu filləri dəyişə bilərəm. Və yaxud əslində çox elə dəhşət fərq eləmir. Gəlin dəyişək, problem deyil. Bu xüsusda rəqib vəzirlə gediş elədi. Mən vəzirləri dəyişirəm. Biraz sıxıcı oyun olacaq. Gedək. Artıq oyun sonuna keçdik demək olar. Düzdür, bir neçə piyada var hələ də. Amma əsas ağır fiqurlar dəyişildi. Yəni vəzirlər oyunda artıq yoxdur. Hücum edək. Bu piyadaya doğru. Rəqib səhv elədi, çünki hal-hazırda fili gedir və onu qorumaq üçün heç bir şey edə bilmir. Piyadasını qorumaq üçün onu önə oynadı, yəni C5 xanasına. Hal-hazırda isə fili əldən gedir. Kompüterin adaptörü, notebookun adaptörü mənə məlumat verdi ki, əməliyyat sistemim artıq enerji taxma zamanıdır. Bir dəqiqə. Ona kimi də rəqibim düşünür və təslim olacaq. Buna elə yeni oyuna başlamamış pauza verək. Bəli, əziz izləyicilər, rəqibimiz təslim oldu. Yeni oyuna başlaya bilərik. Game review ehtiyac yoxdur, çünki olduqca sadə oyun idi. Yeni oyun. Durbek adlı, ya Qırğız ya da Özbək, bəli Özbəkistan istifadəçiyə qarşı oyun oynayacağıq. Belə bir oyun oynamaq istəyirəm. F5 At F6 Rəqibin hədəfi əslində vəziri bura gəlmək də ola bilərdi, amma burada bu at var. Yəni bu klasik hücumdur. Böyük ehtimal vəziri bura çıxmaq istəyir, amma biz bunu fillə qarşısına alacağıq. Bu atı buradan qovmaq praktik olaraq mümkündür və biz bunu eləyə bilərik. Bax, bu maraqlı bir gediş oldu. Rəqibim istəyir ki,
Maraqlı. Rəqibimə dəyişdikdən sonra o da topa doğru gələcək. Vəziri tələyə sala biləcəmmi onu düşünürəm. Rəqibin əslində yaxşı oynadığını deyə bilərik. Mən belə bir gediş edəcəm. Və bunu piyada ilə vuracağım. Hal-hazırda rəqib əslində o qədər də yaxşı vəziyyətdə deyil. Mən düşünürəm ki, əgər qala qursam, daha ideal vəziyyətə düşə bilərəm. Bu da açıq, o qədər də ürək açan xod deyil. Əslində bu piyadanı da verə bilərəm ona. Buna doğru hücuma gəlib çünki onlar maraqlı. Yəni iki piyadanı da verəcəm, heç bir problem yoxdur, götürə bilər. İnkişafı əhəmiyyətli hesab etdiyim hal-hazırda. Atı D7 xanasına keçmək kimi bir fikrim var. Bu arada rəqibim disconnected, yəni internetə qoşulmayıb. Əgər 3 saydan sonra da oynamasa təslim olacaq. Açığı biraz da bəxtimiz gətirdi deyə bilərik. O qədər də yaxşı oynadığımı düşünmürəm, amma sırf mövqe üçün 2 piyadanı vermişdim. Məncə bu oyunu game review eləməyə dəyər. Səhvlərimi görmək üçün. Doğru gedişdi. Aha. Burada müftə piyada var və mən bunu görməmişəm. O qədər atafokuslandım ki, müftə piyadanı görmədim. Bu da mənim eybim olsun. Blunder. Okay. Bu gedişim excellent olaraq, yəni əla olaraq nəticələnib. Mən də düzgün oynadığımı düşünmüşdüm. Görək davam necə gəlir. Fil 7 əvəzinə əslində bir baxıma doğrudur. Atla müdafiə daha yaxşı idi ki, gələcəkdə həm vəzirin H5 xanasından hücumunu dayandırmaq üçün, həm də bu piyadanın arxasında durmaq üçün. Bu atın bura gəlməyinə ehtiyac var idi. Bu atın olsun. Davam edək. Təbii ki də. Burada daha yaxşı gediş şahı önə gəlmək idi. Ən azından şahı önə gəldikdə belə bir şey var ki, bu şah bura gəldikdə bu piyada ən azından qorunmuş olur. Bu hal-hazırda ağlar üçün müsbət 1.76 göstərir ki, bu mənim üçün böyük itkidir. Davam edək. Qala quruldu. 3'dü. Yəni bu oyunda müsbət 3 idi. Həqiqətən çox pis oynadım. Davam edək. Bəxtim gətirdi deyə bilərik yenə də. Başlayaq. Maraqlı bir debüt oynayacağım bu dəfə. B4. Polyak açılışı. Burada hədəf J7 xanasına təzyiqdir. Qarşı tərəf əgər B4 xanasını götürərsə, mini bir tələ var orada. Hal-hazırda onu bağladı ki, bu piyadanı götürə bilsin. Biz də bu piyadanı açırıq ki, gələcəkdə əgər B4 xanasındakı piyadama hücum baş verərsə, onu irəli oynaya bildim və arxasında fil dursun. At F3 ilə davam edirik. Maraqlı, dəyişmək fikri var rəqibin. Dəyişə də bilərəm. Dəyişməyim daha yaxşı olar məncə. D4. Ardınca bir F4 yoxlamaq istəyirəm. Üzr istəyirəm C4, yəni C4, C xanasındakı piyada. Oy.
Qayıdaq ekrana. Məncə düzgün olmayan bir xod idi. Hətta mən bunu irəlidə apara bilərəm, niyə də yox. Davam edək ki, bura H7 xanasına təzyiq yaratmağa çalışırıq. Biraz süni təzyiqdir, amma əsas odur. Oralardayıq. Qala qırmaq lazımdır. Atı təzyiqdən çıxarmaq lazımdır. Belə bir oyun oynanıldı, maraqlıdır. Mən atla bu xanaya hücum eləmək istəyirəm. Müvəqqəti yoxlayaq, görək rəqib nə reaksiya verir. Açığı fillə gəlib qoruya bilərdi, onu gözləyirdim, amma qorumadı. Bu xananı mənə verdi. Ki, rəqib üçün heç məsləhət görmürəm. Təzyiqi davam elətdirmək fikrim var açığı. Amma necə? Gəlin ona baxaq. Rəqib atlar dəyişərsə, mənim piyadam mərkəzə oturacaq, yəni E5 xanasına. İndi bu at iki piyada tərəfindən qorunur və estetik olaraq da mükəmməl görünür. Hal-hazırda piyada etkisi ilə üzləşdi rəqib. Start oyunlar olduğu üçün rəqiblərin reytinqləri nisbətən daha zəifdir. Bunu deməyimə baxmayaraq, bayaqki oyunda çox pis oynadım aşağı reytinqli rəqibimə qarşı. Rəqibin filləri demək olar ki, deaktiv pozisiyadadır. Bu filin gedişləri bəllidir. Və budur. Olan qalan iki gedişdən birində vəzi gedişi ilə bağladı. Piyadaya bir süni hücum var deyək. Çünki bu piyada qoruna biləcək bir piyadadır. Bir neçə yol var hətta. Belə bir gediş eləmək istəyirəm. Fili mərkəzə qoymaq. Nəsə estetik olaraq da gözəl görünür. Düzdür, biraz piyada kimi də qaldı, amma yenə də onsuz da eyni tərəflərə baxırdı. Topu buradan çıxarmaq olar oyuna, bu nöqtədən. Yəni, fil artıq oyuna girmək istəyir. Amma bu piyada bu dəqiqə boşdadır. Biz bunu vəzirlə götürə bilərik. Vəzirlər dəyişək. Bu bizim üçün hal-hazırda problem deyil. Bizim atımız çox güclü mövqedədir. Rəqibin toplarını iflic eləyir. Ən azı 2 xanaya getməyə icazə vermir. C8 və Y8. Rəqibin 1 dəqiqə vaxtı qaldı. Rəqib dəyişməyi seçmədi. Sən dəyiş deyir. Mən dəyişməsəm, böyük ehtimal vəziri bura girib bu piyadaya hücum eləyəcək. Açığı nə etməyə çalışdığını tam da anlamıram. Çünki xüsusi bir pozisiya yoxdur burada. Olsun. Biz verək bu piyadanı, problem deyil. Əgər gəlmək istəyirsə vəzir bura, biz verək. Topla hücum edərsə, vəzirləri dəyişərik. Fili arxaya keçdi. Dəyişək. Artıq mənim üçün əhəmiyyətsizdir vəzirin oradakı mövqeyi. Hal-hazırda fikrim var ki,
toplarımı cütləşdirim. Niyə də yox? Rəqib məcburdur ki, atı vursun bu arada. Hə, belə çıxmaq istəyir vəziyyətdən, amma bu yenə də ona nəsə qazandırmırıq. Belə bir oyun maraqlıdır mənə. F4. Təbii ki də burada fillə vurmaq lazımdır. Topla vursaq, daha doğrusu piyada ilə vursaq, topun xətti açılır və rəqib dəyişir topları. Topa hücum gözləniləndir, amma bu məncə səhv xod oldu. Çünki fil boşda qaldı indi də. Rəqib daha yaxşı oynaya bilərdi. İrəliyə doğru marş. Rəqibin 18 saniyəsi var, amma nəzərə alaq ki, inkrement 2 saniyədir. Yəni, hər dəfə 2 saniyə artırılacaq. Rəqib topunu F8-ə qayıda bilmir, çünki fil var və həmin nöqtə filin təsir dairəsi altındadır. Niyə də yox? Heç bir problem yoxdur. Heç bir problem yoxdur. Yenə də vəzirə çıxdıq. Rəqib yəqin ki, bundan sonra pat oynayır. Pat, əziz izləyicilər, əgər aranızda bilməyənlər varsa, matın tam əksinə patda şah olmur, yəni şah deyilmir. Amma yenə də rəqibin oynamağa gedişi qalmır. Belə, bu oyun da bitdi. Açıq heç reytingimizə baxmadım, neçədir deyə. Doğrudan bizim reytingimiz play 2 more blitz games to be rated. Hətta yəni indən sonra 2 dənə də oyun oynamalıyıq ki, reytingimiz olsun. Maraqlıdır. Oynayaq. Niyə də yox? Getdik. Rəqib Ivan Hoye 111. Bu hansı ölkənin bayrağıdır? Kurakao. Maraqlıdır. Xəbərim yoxdur bu ölkə haqqında, araşdıracağım. Abort olacaq yəqin ki oyun. Rəqib oynamadı. Kurakaolu dostumuz. Gürol 15. Türkiye. Kardeş ülke. Bu ki maraqlı gediş oldu. Rəqib yəqin ki əli dəydi. Ola bilər. Rematch təklif edə bilərik ki yenə oynayaq, amma Gürol artıq burada deyil. New game verək. 4 oyunu tamamladıq. 4 qələbə. Biri bəxtəvər qələbə. Birində rəqib demək olar ki, hədiyyə verdi. O niyə ilə oynadı bilmirəm. Bəzən bu pozisiyada rəqiblər tezliklə fili bura çıxırlar. Bu çox sürətli oyunlarda olur. İnşallah burada olmaz, çünki mənim üçün travmadır. Bəzən mən də çox tez oynayıram və görə bilmirəm o sürətli kodları. Qəsdən rəqib müftə verir və vəzirə hücum edir. İngiliscə demişkən sneakydir bu, yəni çox tülkücə gediş. Filimiz üçün yer tapaq. Qalımızı quraq. Bu
xana burada mənim üçün zəiflik yaradır. Hə, bu zaman nə edə bilərik? Gəlin ona baxaq. Əslində vurulmaqda bir problem görmürəm. Açıq danışım. Vura da bilər. Bəlkə də var. Şübhəsiz ki var. Biz görmürük. Unutdum söyləməyi. Çoxdan da hal-hazırda şahmat fəaliyyətimi nəzəri səviyyədə davam etdirmirəm. Ona görə də bəzən səhvlər ola bilər. Əvvəlcədən xəbərdarlıq edim. Nəyinsə adını söylədikdə və yaxud da izahını verdikdə, amma mümkün qədər təkrarladıqca sizinlə daha dəqiq məlumat paylaşma edəcəm, əziz izləyicilər. Rəqibin güclü gedişlərini axtarıram hal-hazırda nə ola bilər deyə və əslində çox var, açıq danışım. Mənim atımın daha yaxşı yeri har ola bilər, yenə də fikirləşirəm, onun üçün də yer axtarıram. Əslində çox var və mən istəyirəm rəqib mənim atıma ilə qəsdən hücum eləsin. Bilirəm ki, bu topu əsas xəttə salmağa çalışır. Bu aydındır, başa düşüləndi. İndi mənim vəzirim üçün 2 yer var. Hansı ki, çıxmaq istəyərdim. Bəli, bunu gözləyirdim açığı. Gözlənilməyəcək xod deyildi. Filləri birinci olaraq dəyişməliyik. Bu atı bura gəlməkdə məqsədim həm mərkəzə gələcəkdə oynamaq, həm də bu piyadaya ediləcək hücumun qarşısını əvvəlcədən almaq idi. İlkin olaraq bu hücumun qarşısını aldığımız üçün irəliyə doğru hərəkət edə bilərik. Bu bir. Rəqib də hətta dəyişmə təklif edir. Maraqlı. Niyə də yox? Biraz fikirləşib adekvat bir oyun oynamaq olar. Mən istərdim ki, bu dəyişiklik mənim xeyrimə olsun. Onun üçün yan xodlar, ara xodlar axtarıram ki, bəlkə daha faydalı versiya var. Hər ikisində də hər iki tərəf piyada itirir, yəni vəziyyət bərabər olur, amma piyadanın itdiyi nöqtə var. Kimin piyadası hardan gedir? Əslində mənim düşünürəm ki, xeyrimə olacaq bir treydə bənzəyir. Niyə də yox? İlkin olaraq mən vəziri oyunda aktiv eləmək istəyirəm və bu şah haqqımdan istifadə edim. İkinci olaraq fili oyuna aktiv vəziyyətə gətirmək istəyirəm. Atla mümkün hücumları var və təbii ki də bu qarşılıqda bu piyada getməli idi. Belə bir maraqlı kodum var əslində. Çünki hal-hazırda mən həmin şah nöqtəyini şahın belə deyək ki, müdafiə deməyək buna. Arxasında durduğu F3 piyadasına vəzir ilə təzyiq var və o piyadanı aça bilmədiyi üçün hal-hazırda atı vura bilmir. Bu təzyiqi qırmaq üçün rəqib maraqlı bir gediş oynadı. Mən istəyirəm burada qurban verim. Qurban özünü doğruldar, doğrultmaz. Onu bilmirəm. Götür-qoy eləmək lazımdır artıq burasını. Eləməyə də bilər. Ona görə... bizim vaxtımız azdır. Gəl onda qurban verək. Heç fikir də vermədim oyuna. Rəqib vurmadı. Çox nahaq. Təzyiq edək bu xanaya. Təzyiqimiz hələ də baş tutmadı. Bir hücum daha. Yaxşı xod olmadı məncə. Öyle bildi ki götürəcək filmi. Amma mən birinci şah dediyim üçün eləyə bilmədi onu. Eyb yox. Bizim vaxt üstünlüyümüz yoxdur. Nabrot, vəziyyətimiz vaxt cəhətdən yaxşı deyil. Əzlər niyə dəyişdim bilmirəm, amma yaxşı xoda bənzəmədi. Oyunu sadələşdirmə açısından çox önəmli idi, amma o da var. Niyə də yox? Bıraq bunu. Biraz xaos yaradaq ki görək bu xaosu hara qədər qoruya bilirik. Top sonluğu tərslikdən ən ağır sonluqlardan biri olduğu üçün biz bu dəqiqə heç nə eləməyə də bilərik.
Çətin. Bilirəm, ikinci xəttə keçməyə çalışır. Bilirəm. Və keçməməyə. Düzgün gediş olmadı. Oyun sonunu itirdim məncə. Bəli. Əziz izləyicilər, oyun bitdi. Çünki səhv oynadığımı düşünürəm. Pot eləməyə çalışır. Artıq matdı, təslim ola bilərik. Resign buradaymış. Təəssüf ki, 5-ci streykim uğurlu olmadı. Reytingim 1158 olaraq verildi. Məncə aşağıdır. 4 dənə qələbə və 1 məğlubiyyət üçün 1158 çox aşağıdır. Davam edə bilərik. Əslində qələbə qazana biləcəyim oyunu vaxtım az olduğu üçün oyun sonunda məğlub oldum. Erməni rəqibimiz imtahan elədi oyundan. Buza candan qorxdu bəlkə də. Reytingimiz 1158-dir. Ona uyğun da rəqiblərlə qarşılaşacaq. Rəqib çox fikirləşdi, maraqlıdır. Yəqin ilk dəfə də qarşılaşır bu açılışla. Olur məndə də. Bilmədiyim açılışlarla qarşılaşanda çox fikirləşirəm. Ən doğru kodu tapmaq, gedişi tapmaq asan deyil. Çox basırıq bir fiqur yerləşdirməsi oldu hal-hazırda. Aha, filə hücum var. Geri çəkə bilərik, heç bir problem yoxdur. Məncə bu atın burada durmağı bizi o qədər də narahat eləmir. Filin reaksiyasını yoxlayaq, vuracaq yoxsa qaçacaq. Atın gedəcəyi yer maraqlıdır. Bura gedərsə səhv etmiş olacağını düşünürəm. Əslində hal-hazırda atı qovmaq ən idealdır. Çünki bura gələ bilmir at. Bura gələ bilir, amma o da ona sərf eləmir. Çünki vəzirlə şah deyərək atı götürürəm. Rəqibi biraz sıxışdırdıq deyə bilərik. Amma bu o qədər də bizə nəticə vermir hələ ki. Müxtəlif versiyaları yoxlamağa çalışıram. Bir şey eləyək. Əgər atı açıb buradan qorumağa çalışsa, belə bir tələ var. Yəni J4. Bu piyada J4-ə gələcək. Görək. Çox maraqlı yerdən qorumağa çalışdı. Açığı buradan qorumaq çox passivlik yaratdı rəqibdə. O nöqtəyə təzyiqi artırmaq necə mümkündür? Artıq mümkündür ümumiyyətlə, onu yoxlamaq lazımdır birinci növbədə. Xüsusi bir canfəşanlıq görmürəm. Oynayaq. J4 bayaqdan özünü gözlədirdi. Bəlkə belə də gedək. Hücum olsun, niyə də yox.
Bu nöqtə əslində idealdır. O da qabağa çəkəcək, amma nə qədər yaxşı olar onun üçün onu bilmirəm. Yəqin ki olmaz. Vəqədə təzyiq verək, görək nəticə nədir. Vəzirlə qorumağa çalışacaqdır böyük ehtimal. Biz də vəzirlə hücumumuzu davam etdirək. Əlavə təzyiq yaradaq, yəni həmin nöqtəyə. Rəqibin bu dəqiqə qala qurma imkanı var. Əslində maraqlı xodlar var burada. Biraz bəlkə gözləməsək də nəsə eləmək olar. Qala qura bilərik kimi gəldi mənə. Safe'dir sanki bu dəqiqə qala qurmaq. Rəqib nə etməyə çalışır? Hələ ki heç nə sadəcə olaraq qala qurdu. Xüsusi bir gözləntisi yoxdur bu dəqiqə oyundan. Aha. Mən istədim ki, bu fiquru dəyişəm. O qədər də pis vəziyyətim yoxdur kimi gəlir mənə. Səhv oynamış da ola bilərəm. Rəqibin gedişləri olduqca maraqlıdır hal-hazırda. Oyunun taleyini həll eləyəcəkdir. Çox istəyərdim ki, oyunu bağlayayım tezliklə. Oyunu bağla aparıb şah cinahından, vəzir cinahından hücum etmək fikrim var. Piyadan önə gələ bilər. Gəlmədi. Əvəzində müdafiəni seçdi, hücumu yox. Mən olsam hücum edərdim. Məncə orada səhv etmişdim və rəqib bundan yararlanmalı idi. Gözləyək. Bəzən gözləmək də lazımdır. Elə xodu oynamaq, elə gediş oynamaq lazımdır ki, rəqib özü bir gediş etsin və biz də ona uyğun pozisiyamızı alaq. Rəqib hal-hazırda mən əgər vəziri buradan çıxarsam at oynayacaq, çünki təzyiqi oradan azaltmaq dərdindədir. Belə bir gediş oynayaq. Yenə ara gediş verirəm. Rəqibin atının oradan çıxmağını arzu edirəm. Rəqib yenə şah oynasa artıq başa düşəcəm ki, o vaxt aparmağa çalışır. Aha. İstədiyimiz oldu. Dəyişə də bilərik əslində, niyə də yox. Amma buradakı təzyiq də azaldı. Biz bunu götürə bilərik. Mən bu dəyişikliyin bizim xeyrimizə olduğunu düşünürəm. Çünki açıq xətt bizdə qaldı. Çox da rəqib açısından, rəqib tərəfdən baxsaq, məncə onun üçün əlverişli kombinasiya olmadı bu gedişlər. Bayaq da biz də bu situasiyadaydıq. Çox az vaxtımız qalmışdı. Bəli, uduzmuşdum həmin oyunu, təəssüf ki. Rəqib dəyişiklik tələb edir. İlk öncə bunu vuracağım. Çünki mən bilirəm ki, bunu vursa mən buradan mat eləyə bilərəm. Bunu vursa isə atla götürə bilirəm. Time out. Olsun. 1258 oldu reytingimiz. Daha doğrusu 1208 oldu. 50 reyting gəldi. Yenisini oynaya bilərik. Çox azdır, çox az qalxdı. Davam edək. Özümüz də yaxşı oynamırıq açığı. Düzdür, oynadığımız 5 oyundan artıq 7 idi, səhv etmirəmsə 7 ya da 6. Yəni cəmi bir məğlubiyyət var. Olsun, davam. Geri qalan oyunları udmuşuq. Masiero Andrei, Braziliya.
Stonewall oynayaq daş defensdə, yəni Holland müdafiəsində daş divar variantı. Bu daş divar adını bax buradan götürüb rəqib atla müdafiə edə bilər hal-hazırda. Piyada ilə də oynaya bilər. Bunu düşünmüşdüm və müqabilində belə bir hücum etmək olar deyə düşündüm. Daha çox ağ filin oyuna girməsinə şərait yaratmağa çalışırıq deyək. Bu dəyişiklik mənim üçün də maraqlı olacaq. Bu piyada burada boşda qaldı. Bunu götürə bilərik. Hər hansı bir təhlükə və yaxud da əngəl yoxdur bizə qarşı. Əksinə biz rəqibi zərbə altında saxlayırıq və bu zərbə filin açılmasına qəti şəkildə mane olur. Çox böyük səhv. Hal-hazırda az öncə də dediyim kimi fil zərbə altında qaldığı üçün biz onu asanlıqla götürə bildik. Rəqib isə piyadasını qorumağı seçdi. Resign gəlir. Davam edək. 1245. Nəsə reyting gözlədiyim sürətdə artmır. Az artır. Mənim özümün də hesabı var. Orada təxminən 2000-2100 civarında reytingim var. Ashistak 92. Bu Hindistanlı dostumuz. Olar. Ümumiyyətlə vəzirin D3 xanasında aktivləşməsini heç cür başa düşə bilmirəm ki, rəqib nə etməyə çalışır. Çünki nəticədə mən də mərkəzi, o da mərkəzi ələ keçirməyə çalışır və bu xüsusda biraz geri qalır kimi gəlir mənə. Bəli, bu nöqtəyə yazda hücum var, aydındır. Oynaya bilərik, əslində belə problem görmürəm. Yəqin ki, fillə bu hissəyə keçiriləcək. Biz də bunu bura çəkərik, problem. Əslində atı çıxa bilərdik. Atı çıxmaq daha düzgün olardı bu arada. Səhv oynadım deyə bilərəm. Çoxdan da bu pozisiyalar oynamıram deyə düzgün olanları unuduram. Belə bir şeydək. Vəzirə də gözdağı olsun. Vəzirin bura girmək kimi bir lüksü var. Bizim onun qarşılığında oynayacağımız həmlə nədir? Bax, onu hələ təyin etməmişəm. Oynayaq, problem deyil. Həm də atın bura girişinə mane olarıq. Rəqib gözlənildiyi üzrə gediş etdi. Biz burada piyada ilə da vura bilərik, fillə də. Fillə vursaq, belə bir hücum var burada. Piyada ilə vursaq. Aşıq o da bənzəmir, amma yenə də oynayaq. Mənə də maraqlıdır rəqib nə oynayacaq. Gözlənilən kimi oynadı.
Hələ də narahat olacaq bir situasiya olmadığını düşünürəm. Rahat oynaya bilərik buraları. Demək olar ki, biraz vəziyyəti daha yaxşı rəqibin. Məncə bu xodda səhv oldu bu arada. Önə gəlməli bir pozisiya yarandı bizim üçün. Rəqib bu arada vəzinini bayaq sözü gedən lənətli döyüşxanasına geri qayıda bilmir. İndi bu dəqiqə məndə situasiya bu ata hücum üzərinə qurulmalıdır. Mən çalışıram ki, bu ata bir şəkildə hücum edeyim. Təəssüf ki, hücumum uğursuz da ola bilər. Çünki piyada ilə qoruduq təqdirdə qorumadı hətta. Çox maraqlı. Rəqib piyada verməyi seçdi. Mən də vurmaq seçirəm. Oyunu bağlı saxlayacağam. Çünki onun topları var. Mənim də var, amma onun topları bir addım məndən daha öndədir deyə bilərik. Maraqlı bir gediş oldu. Gözlənilirdi zaten. O istəmədi ki, mən onu vəzirlə vurum. Ona görə birinci fillə vurdu. Bu nöqtədə təzyiqi artıraq. Niyə də yox? Üçlü müdafiə. Daha doğrusu bu piyadanı götürmək üçün əlindən gələni edir bu dəqiqə rəqib. Amma bu piyada da gedir axı. Götürməyə dəyər. Sonra daha maraqlı xodum var. Gelişim var. Onun üçün. Çox maraqlı gedişdir. Arxada şah yenə zərbə altında qalır. Və top hal-hazırda mənim topumu vura bilmir. Bu dəfə vurmalıyıq. Məcbur vəzirlə vuracaq və mən vəzirlə vurduğum təqdirdə oyunun sonuna açıq-aşkar daha üstün pozisiyada girmiş oluram. Amma bu yenə həmişə hər şey demək deyil. Yadınızdadsa, məğlub olduğum oyunda da üstün pozisiyada idim. Amma yenə də uduzdum. Vaxtım az qaldığı üçün oyunun sonluğuna apara bilmədim. Hücum edək. Şahla. Niyə də yox? Davam edək şahla. Niyə də yox? Dediyimiz kimi hücumları davam. Gözlənilən idi. Mənim də istədiyim bu idi zaten. İki piyada cütünü yaratmaq. Rusca bu proxodno, yəni qarşısında heç bir əngəl törədə biləcək piyada olmayan piyadalar. Rəqibin nə etməyə çalışdığını bilirəm. Temp qazanmaq üçün 2 dəfə şah verdim. Bir dəfə birbaşa burada gələ bilərdim. Bir dəfə sırf temp qazanmaq üçün bunu etdim. Bu ki səhv oldu. Axı biz vəzirə doğru gedirik. Qorxulacaq bir oyun yoxdur. Piyadalar məni keçə bilməz. Mənim şahımı keçə bilməz. Çünki daha avantajlı pozisiyadayım. Oy. Təxminən
4 veya 5 gedişəm atdı. Rəqibi gözləyirik. Tərk etdi oyunu. Reytingimiz hal-hazırda 1281 oldu. Yoxsa mən səhv baxıram. Bəli, 1281-dir. Olar. Rematch təklif edə bilərik. Rəqib rematch istəmir. New game. 3-2 biraz nəzərə alaq ki, az vaxta malik time kontroldur. Ona görə də səhvlər etmək çox mümkündür. Təbii ki də daha böyük vaxt kontrolunda daha dəqiq oynayıram. Waiting for opponent. Bizim üçün rəqib axtarılır, amma ortada rəqib yoxdur. Maraqlı. Ola bilməz ki, bu qədər az rəqib olsun. Yox, bizə rəqib vermək istəmir inadla. Aha, Heltom 2006 1289 reyting davam eləyək. B4 açılışı ilə. Çox maraqlı situasiyadır. Vəzirlə və yaxud da fillə götürməliyəm. Və yaxud da tamam başqa bir xod oynamalıyam. Başqa xod oynadım. Yəni filləri dəyişdim. Bilirəm, rəqib belə bir xod oynaya bilər. Bunu vura bilər. Mən də həmin situasiyada bunu vura bilirəm. Amma topla atı vurub açıq xətti ələ də keçirə bilərəm. Belə bir oyun da var. Aha. Gözlənilən gidiş gəldi. Dediyim kimi rəqib vurduğu kimi mən də vurdum. Və hal-hazırda situasiya belədir. Açıq xətti ələ keçirə bilərəm. Rəqib də yaxşı oynadı. Elə gediş etdi ki, mən məcbur dəyişməli oldum. Hücum. Rəqib piyadanı verməli olacaq. Onu qoruya bilərdi halbuki. Düzdür, mənim də gedişim vardı, kontur gedişim. Hal-hazırda situasiya belədir. Maraqlı gedişimiz var.
Hal-hazırda iki arxa-arxaya gedişlər var. Burada C5 xanasına və D6 xanasına filin gedişləri var. Və hər birində fərqli nəticələr verə bilir. İlk onlara başlayaq bundan. Çünki düşünürəm ki, rəqibin topunu tələyə sala bilirəm. Çünki rəqib atını qaçdığı təqdirdə mən fili D6-ya keçəcəm və topun qaçmağa yeri qalmayacaq. Elə də oldu. Hal-hazırda top A8-ə gəldiyi anda mən topu müftə şəkildə götürürəm. Free rock. Amma böyük ehtimal dəyişəcəyik. Fil və topu. Yenə də keyfiyyət üstün oluram. Qarşılığında isə bir piyada verirəm. Elə də oldu. Topla vuracaqdır böyük ehtimal. Atla vursa piyadası gedir. Dəyişməyə təklif edirəm rəqibə, çünki mənim üçün əlverişli məqamdır. Niyə də yox? Piyadasını önə oynaya bilər. Gələcəkdə bu nöqtədə təhlükə yaratmaq üçün, amma çox çətin. Hətta xana da ağ xanadır və onun fili qaradır. Bu deməkdir ki, onun fili onu maksimum B2 xanasına qədər dəstəkləyə bilər. Bəli, məcbur dəyişiklik gəldi və mən piyadaya doğru hücum edirəm. Bayaq bu piyadanı B4 xanasına gəlsəydi, atla indi oynayıb qoruya bilərdi, amma oynamadı. Maraqlısı budur ki, mən oyun boyu heç atımı tərpətmədim. At F3-dən oyuna heç yerə getmədi. Nə oldusa vəzir cinahında oldu. 1318 reyting davam edək. Niyə də yox? Bu dəfə Hell on MDB. Nə var bu qədər Hell düşür bizim rəqibimiz? Cəhənnəm rəqibləri. Və ya ki də Hell Tom idi. Oyun abort edildi. Davam edək. Bəyənmədilər bizi. B4. Niyə də yox? Davam edək. Bizim üçün heç bir problem yoxdur. Axı atı müftə olur. Rəqib irrasional gediş etdi. Hal-hazırda yenə də buna davam edir. Bir mənası yoxdur bunu. Tamam. Davam edək. Vəzləri dəyişməyə təklif edəcəm. Çünki mənə sərf edir. Ardınca da bu nöqtəyə təzyiq artırmağı düşünürəm. Bu mənim üçün açıq problem deyil. O atı vura bilər. Bu gediş başa düşüləndi, amma yenə də arxasında vəzir olduğu üçün bir məna kəsb etməyəcək.
Bu situasiyada hal-hazırda mən bir fiqur öndəyəm və rəqib mənə qarşı çıxış yolu tapmalıdır. Düzdür, oyun olaraq, pozisiya olaraq daha doğrusu bir irəliləmə görmürəm oyunumda. Hətta deyə bilərəm ki, şah cinahım açıqdır və mən rahat hücum edə bilməyəcəm. Amma yenə də fikirləşirəm ki, məni hücumdan dayandıran olmayacaq. Yenə başa düşülən bir həmlə oldu. Bir problem yoxdur bu həmlədə. Açıq bunu elə şahla da qoruyacağım. Heç bir problem görmürəm. Bu tərəfdən zəif oynadıq deyə bilərik. Qoruyaq. Üstünlüyümü istifadə edə bilmirəm. Biz bu piyadanın vaxtında vuraq ki, gələcəkdə də təzyiq edə bilək o nöqtəyə. Heç bu dəqiqə oyun istədiyim kimi getmir deyə bilərəm. Ürəyimi açmır oyunum. Maraqlıdır ki, düzgün gediş də görmürəm. Bəli, bu piyada gedəcək böyük ehtimal, amma gəl ən yaxşısı biz hücuma davam edək. Ən azından atın mövqeyini pisləşdirək ya da ki, məcbur edək ki, bu fili dəyişsin. Çünki ortada oynayacaq müsbət bir xodum yoxdur. Problem deyil. Dəyişək. Vəzirləri dəyişib, ardınca topları dəyişsəm, bəlkə daha rahat oyun oynaya bilərəm deyə düşünürəm. Rəqib vəziri dəyişmədi. Mən şah deyəcəm. Niyə də yox? Mən bu piyadanı götürəcəm. Hələ ki risk görmürəm. Topları da dəyişə bilərəm. Vəzirlə dəyişsə onun üçün problem olacaq. Dəyişmədi. Maraqlı. Əslində maraqlı gedişlərim var. Bunu vura da bilərəm hətta. Yəni bu qədər riskli oynamağa dəyər. Vuraq, problem deyil. Aha. O istəyir ki, mənim vəzirimi tələyə salsın. Mən də buna icazə verməyəcəm. Onun ağ fili olmadığına görə mən bu F3 xanasına sığına bilirəm. Bu səhv xod oldu, çünki mən əlavə temp qazandım. Və ardınca da atla hətta hücuma da keçə bilirəm. Onun vaxtı məndən daha azdır. Top müftə olur axı. Bəli, top getdi əziz izləyicilər. Oyunun marağı da getdi. Bundan sonra endiş bir bitir.
İçinə yoxdur hələ də. Bura gələcək yəqin ki. Okey. Okey. Şah demək sırası bizə keçəndə nə olacaq bəs? Bəli, rəqib təslim oldu. Bizim isə reytingimiz 1352 oldu. Çox az artır dediyim kimi. Amma bir yandan da yaxşıdır. Sizinlə bolca vaxt keçirdik. Mənimlə bu müddət ərzində oyunlara şahid olduğunuz üçün təşəkkür edirəm. İzlədiyiniz üçün təşəkkür edirəm. Yekunda 7-8 oyun oynadıq və 8 və ya 9 dəqiq xatırlamıram. Amma bir məğlubiyyətimiz, geri qalan isə qalibiyyət oldu. Bir daha yoxlamaq istəyirəm oyunlarımı. Bəli, 4 oyun buradadır, 5 oyun da burada, doğrudur. 9 oyun, 9 qələbə və 1 məğlubiyyət, cəmisi 10 oyun. Game History'də də yazır 10 oyun. Məğlub olduğumuz oyunda da timerə görə problem yaşadıq və əslində o bizim reytingimizi çox dala atdı. Hələ də fikirləşirəm ki, çox da pis deyil, reytingimiz 352-dir. Sizinlə yaxınlıqda puzzle'lar edəcəyik ki, onlar çox vacibdir, etmək lazımdır inkişaf üçün. Bir daha təşəkkür edirəm məni izlədiyiniz üçün. İnşallah növbəti oyunlarımda sizinlə görüşənədək və həmçinin tutorial, yəni dərslik videolarda çəkəcəm şahmatla bağlı və bununla yanaşı digər videolara da keçid edəcəyik. Sadəcə şahmat yox, başqa sahələrdə də videolar çəkməyə çalışacağıq. Təşəkkür edirəm. Əsənliklə qalın, sağ olun.